deməli dəyərli vətənən, dəyərli soydaşlar. Gediş haqqı oldu 60 qəpik. Metro və avtobus. Baxın, rayonlardan kasıb balaları gəlib giriblər universitetlərə, texnikumlara. Pul yox, iş yox. 400 manata, 500 manata bir otaq götürüb 3-4 dənə tələbə qalır, əziyyət çəkir. Dövlət onlara yardım eləmir. Və gediş haqqı 60 qəpik. Tutaq ki, biri oxuyur, deməli, nə bilim, narxozda, Aksavetdə. Yaşayır, harada, Mərdəkanda kirayə tapıb, Razində tapıb, nə bilim, Əhmədlidə tapıb, Vasmo mikrorayonda tapıb, Sultəpədə tapıb. Bu adam, tələbə, məktəbə gəlmək üçün ən azından 2 marşrut dəyişməlidir. Bir marşruta minməlidir, gəlməlidir metroya. Metrodan da düşüb getməlidir, harada Baksavetdə düşməlidir ki, getsin dərsinə. 2 marşrut dəyişir. 1.20, hələ ən yaxşı halda 2 marşrut deyirəm. 1.20 getməyi, 1.20 qayıtmalı. Nə qədər eləyir? Belə doğru dilmə. 2 manat 40 qəpik bir gündə. 5 günə vuranda nə qədər eləyir? 12 manat. 12 manat bu tələbə, yetim. Hər o deməli 5 günə 12 manat. Bir aya nə qədər eləyir? 48 manat. Bu 48 manat sadəcə tələbənin gedib gəlmək pulusudur. Bunun yeməyi var, içməyi var, bunun geyinməyi var. Hardan alıb verəcək? Harada işləməlidir tələbə ki, hələ bu boyda yol pulu versin, getsin, gəlsin və özünün də paltarını alsın, kirayəsini versin. Niyə? Mən bir qardaş deyillə qoşmaq istəyirəm. Yəni, elə görüntüsü də pis deyil zaten. Deyəsiydim, saç başı düzəlt. Amma maşallah pis deyil. Elə bizim günümüz bu gündür, qara günçülük. Deməli, nətər olur elə dostlar, qardaşlar? Ermənistanda tələbələr gediş haqqı bütün hər şeydən men edilib. Yəni, tələbə olan adam, istəyir orta məktəb tələbəsi, istəyir ali məktəb tələbəsi, bunlar Ermənistanda pulsuzdur, nəqliyyatdan istifadə edirlər. Gürcüstanda indi bizim avtomobil qardaş deyəcək, necədir? Qısaca yəqin ki, toparlayıb deyəcək ki, institut tələbələri, orta məktəb tələbələri və yaxud pensionerlər necə ödəyirlər, ya müəllimlər necə ödəyirlər. Nə qədərsə güzəşt var. Üstəlik orada Gürcüstanda bir şey də var ki, bilet aldın eləmi, deyək ki, jeton aldın metroya və 1 saat istəyirsən 10 dəfə gir çıx. 1 saat şeydir. İndi onun Avtomobil bəy, salam, necəsən? Necəsən? Avtomobil bəy, kameranı fırlayıram, bir tamaşaçılar səni görsün, çoxdan da görmür. Bizim tamaşa. Və Gürcüstanda nəqliyyat barədə, gündən bir nəqliyyatdır, bir efirimizdən tamaşaçılarımızı salamlar ölkələr və nəqliyyatı denən tələbələrə, qazilərə, orada da qazi var. Buyur. Təqaüdçülər üçün 20 tetridir ödənişlər, yəni pensioner insanlar üçün marşrutlara, avtobuslara 20 tetridir. Bu da hardasa Azərbaycan pulu ilə nominal qaydada ölçsək, hardasa 12-13 qəpik hesablar. Mən, Avtomobil bəy, mən o 60 tetri deyirsən, nə deyirsən, o 60 olmalıdır. 40'ı devlət tərəfindən ödənilir, devlət tərəfindən. Kartdır, elektron kartla. Və səni hər dəfə, hər gedişində pensionerlər üçün 20 qəpikdir, tələbələr üçün 50 qəpik. Yəni, qəpik yəni tetri, 50 tetri. 50 tetri. O da ki, 90 dəqiqə ərzində şəhərdə istənilən marşruta, avtobusa, metroya, yəni istifadə... Mən səhv dedim də, deməli mən səhv dedim də. Səndən ödəniş tutmurlar. Avtomobil müəllim, mən səhv dedim də, deməli 60 dəqiqə, deməli 90 dəqiqə istəsən 10 dəfə gir çıx. Eləmi? 90 dəqiqə, bəli, 90 dəqiqə. Tələbələrə zada nə hörmət olunur, Avtomobil bəyi orada, qazilər... Adi vətəndaş olaraq 1 lar ödəyirsən, 1 lar. 1 lar 90 dəqiqə ərzində 1 larda istəyirsən 10 dəfə marşrut deyiş, 10 dəfə metroyu min çıx, səndən ödəniş çıxmır. 1 lari nə qədər eləyir bizim pulla qadaz? 1 lari harca 60 qəpik, Azərbaycan. Deməli 60 qəpik ver, 90 dəqiqə nə istəyirsən min, eləmi? Bəli, nə istəyirsən min. 90 dəqiqə.
Tələbələr son Azərbaycan. İndi bizdə 60 qəpiyə bir dəfə bir astanovka deyəcəksən, bir dəfə minə bilərsən. İstəyir metro olsun, istəyir avtobus olsun. Görün Gürcüstanla bizdə nə qədər fərq var dostlar, qardaşlar. Yəqin ki orada müəllimlərə, az yaşlı uşaqlara bağça, məktəb, yəqin ki orada güzəştli şəkildə onların kartı ayrıdır. Güzəştli bir şəkildə istifadə edirlər. Sonra əlavə bir kart da var. Demək, aylıq ödəniş, əgər çox nəqliyyatdan istifadə edirsənsə, demək, həftəlik 20 lari ödəməklə limitsiz, yəni limitsiz istifadə edə bilirsən bu kartdan. Yəni, bütün şəhər daxili nəqliyyatlardan istifadə edə bilərsən. İndi bir dənə son olaraq qazilər saat pulsuzdur-mu? Polislər necə? Polislərlə qazilərin nəqliyyata fərqi nədir onda deyil? Yox, onlar öz kartları var, hamısının öz kartı var. TK-çinin, tələbənin, məsəl üçün, indi polisləri bilmirəm, amma digər müəyyən qrupları bölünür də, özlərini... Çox sağ ol, qardaş, gəlin, çox sağ ol. Mən də təşəkkür avtomobil qardaşımıza. Mən gəlin sizə Avropanın sistemini başa salım. Deməli, 12 ildir mən İsveçrədə yaşayıram, 12 ildir. Və böyük oğlumun artıq 19 yaşı var. Bu illəri həm həftədə 2 gün elə bir şey gedir məktəbə, 3 gün gedir işləməyə, praktika. Həm praktika eləyir, həm məktəb oxuyur. 10 aydan sonra, yəni bu illəri məktəbini qutarır, diplomunu alır, gedib işləyəcək. Allah bütün övladları saxlasın. Burada sistem necədir? Deməli, 18 yaşına qədər İsveçrədə, Almaniyada da həmin sistemdir. 18 yaşına qədər dövlət hər bir məktəblinin, əgər o praktika eləyirsə, iş dalıyca gedirsə, oxumağa gedirsə, həkimə gedirsə, fərq eləmir. Hökumət həmin uşaqların aylıq biletini alır, verir. Aylıq bilet nədir? Yəni, regiondan asılıdır. Məsələn, Basel şəhəri, məsələn, Zürich şəhəri, Berlin şəhəri, harada yaşayırsa, işinin məsafəsi ölçülür, yəni o ərazidə gedir praktika eləməyə, oxumağa. Mənim özümə məsələn şəxsən, mən gedirdim məktəbə, kursa gedirdim, yəni yaş fərqinə baxmayaraq, əgər sən dövlətdən keçinirsənsə, dövlət sənə böyüklərə 86 avroya, frank avro demək olar ki, eynidir, pulsuz sənə deməli kartalar verir, abonament və uşaqlara 60 frankdır. 18 yaşına qədər. And olsun Allaha, bugünə kimi mən övladlarımın birinə avtobusa bilet pulu verməmişəm. And olsun Allaha, mən bu günləri özüm həkimə gedim, iş terminə gedim. 2 ildir, məsələn, keçən illəri, bu illəri dövlət mənə hər ayına 680 avro frank pul verib, yəni mənim idmanımla get məşğul oldu. Yəni bunun hamısı dövlət... İdmana getməyə pul verir. Burada yəni uşaqlar, tələbələr pul ödəmir və yaxud da ki, universitetə girdin. Dövlət onun qarşılayır ki, bu sənin deməli oxumalısan, təhsil almalısan, dövlət sənə dəstək olur. Pulsuz tələbə nədir, bilet aldı nədir, tələbə nədir, nə bilim, nəsə bir stres keçirtdi nədir, aydındır, hamısını dövlət qarşılayır. Ona görə də İlham Əliyev deyir ki, biz Avropaya tərəf getmirik, getsək də bizi ora qəbul eləməzlər. Yəni İlham Əliyev itürən tərəfə gedir. İlham Əliyev də Azərbaycanın 6 il sərhədlərini bağlayır, pandemiya var deyir, Azərbaycan xalqının zəncir çiynəyən Rusiyada yaşayan Azərbaycanlılar, dünyanın dörd bir yanında ürəkli qardaşlarımız var ha, hansı ki bu hakimiyyətin əlindən canını götürüb gedib. Baxın, Rusiyada müharibə gedir. Ukrayna Rusiyanı bombalayır. Əvvəl Rusiya Ukraynanı bombalayırdı. Nə Ukraynadan, nə də Rusiyadan Azərbaycanlılar geri dönmək istəmir. Rusiyada, Ukraynada razıdırlar. Amma Azərbaycana dönməyə razı deyirlər. Niyə? Çünki işsizlikdir. Çünki ölkəni idarə eləyir. Çünki gələcəklər bilirlər ki, polislər onları ilişdirəcək. Çünki bilirlər ki, gələcəklər bu haqsızlığa dözməyəcəklər, hamısı suroka gedəcək. Amma mən bütün Azərbaycan, bütün dünya Azərbaycanlıları Azərbaycana dəvət edirəm. Qardaş, bir gün Cabir İmanov görünə nə yapardı özü ilə?
ne yapardı? Her bir canlı alacaktı. Aydındır. Her bir canlı alacaktı. Biz gələcək nəsillərə bir hakimiyyət qoyub gedirik. Azərbaycan yoxdur, xəbərimiz var. Qalxın bu baltalayaq da, yabalayaq. Gəlin bir dəfəlik Bombardıman eləyək. sərhədlərimizi bağlayıbdır. Bu qədər qiymət artımı eləyir. Gecə dururlarsa, bütün o millət vəkilləri də o qiymət artımına səs verənlər. Yalandan sonradan çıxıb hafsız çıxışlar eləyirlər. Ay qiymət artımı belə oldu, qiymət artımı malaları və o milli kanada onu göndərirlər sizə ki, siz orada baxasınız ki, bu qiymət artsın yoxsa artmasın. Hamımız arvadı əlinizi qaldırırsınız ki, qiymət artsın. Sizin davranışınız olur, ondan sonra Milli Məclisdə müzakirə olunandan sonra qiymətlər artıb. Malaları və bu xalqı bir gün ağlamayıb, bu xalqın xeyrinə bir dənə qərar çıxartmayacaqsa, ay arvadı özü əsas Naxçıvan klanı, Siyavuş Novruz, Am Qəzənfərin oğlu Fazil Mustafa, arvadını Kemaləddin Heydərov, o Qüdrət Həsən Quliyev, ortalıqda danışanlardan söhbət gedir. O birisi söhbət getmir. Özünə dövlət içində bir dövlət yaratmışsınız. Hamımızda əksəriyyəti Naxçıvanlı, yerici Kürd. Ona görə deyirəm, gələcək prezident nə olursa olsun Naxçıvanlı olmalıdır öyle qardaş. Tutardı da Naxçıvanlı en aşağısı bir partiya 5 il Naxçıvanlı prezident olmayacaq. Olsa var ha, o yerde qalan o Bakılı, qırmızı kitaba düşmüş Bakılı, yerde qalan nə bilim Gəncə Basar zonası, Lənkəran zonası, Quba Qusar zonası, Şirvan zonası, Allaha and olsun deyirəm, hamını saxlar. Onsuz da hamını saxlar, hamını bir var Yerzədən keçirdələr, bir də var yerindən keçirdəcəklər. O Robert deyir, hər gün bir hamının arvad qızları. Biz də burada gəlib vurub salam. Etiraf eləmək lazım. Vidadi kimi, Məhəmməd Mirzəli kimi, Qabil kimi, Manaf kimi, Orxan kimi gəlib vurub. Niyə? Çünki Azərbaycan dəryadır. Neft bizdə, Sokar bizdə, qızıl yataqları bizdə, sərhədlər bizdə, ancaq bir də ailə və onların xalq artistliyi verdiyi DTX işçiləri hamısı. Mən bunu həmişə demişəm. Hər dəfədə bunu təkrarlamaq istəmirəm. Bax, qiymət artdı, xalq neynədir? Seriala baxdı, qınadı, ay gün keçdi. Ay, itiraz eləmək lazımdır, qardaş. Videolar çəkib göndərməlisiniz. Ay, səsinizi çıxartmalısınız. Allah deməlisən ki, Allah belə incidir. Etiraz elədi. Necə? İlham Əliyev necə söyməlidir ki? Bizə deyirlər ki, oradan oturub söyüş söylər. Ən gözəl şey də, söyüş söylər. Balası deyərik də. Bu günləri Qabil, mən və digərləri hansı bir dənə şəhid ailəsinə, hansı bir qaziyə, hansı bir haqqı pozulmuş insana qarşı bir kəlmə söz demişik. Ancaq görürük ki, Azərbaycan televiziyaları, mətbuatı qaldırır gözümüzdə dağa, biz də deyirik ki, sənin lişlə əbəd əcdadımı düt getdi. Biz düzə düz deyirik, əyri deyirik də.